Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel murselin. Habibina habibi Ebil Kasım Muhammed ve ala alihi tayyibine tahirinel ma'suminel muntecebin. Selamun aleyküm ve rahmetullah. Aziz ve değerli Əhl-i Beyt əleyhimussalatu və salam aşiqləri, bacılarımız və qardaşlarımız və bütün qrup əhli, mübarək və müqəddəs İmam Rıza əleyhissalatu və salamın şəhərindən, əzəmətli məhzərindən sizin hər birinizə duaçıyıq. Bugünkü bəhsimiz, bugünkü dərsimiz Əli əleyhissalatu və salamın elm dəryası olması haqqında söhbət açacağıq. Sizin vaxtınızı çox da almaram. Təxminən bir 5 dəqiqə yaxın inşallah Həzrətin barəsində biz danışacağıq. Əvvəla Həzrəti Əli əleyhissalatu vəssalam Peyğəmbərimizin mübarək və əzəmətli kəlamında biz Həzrəti Peyğəmbərimizin əziz və əzəmətli kəlamlarından oxuyuruq ki, Ənə mədinətul ilm və əliyyum babuha. Mən elmin şəhəriyəm, Əli isə o şəhərin qapısıdır. Cəmaat, əgər istəsəniz elm dəryasına baş vurasınız, elm dəryasını görəsiz, nəsə əldə eləyəsiz, elminiz olsun, Əli və onun 11 övladlarını gərək tanıyasan, arifən bi həqqə, bu dəryaya baş vurasan. Yəni gərək Əlinin vasitəsilə bu elmə, bu elm dəryasına varid olasınız, daxil olasınız. Amma Həzrəti Əli əleyhissalatu vəssalamın gözəl və əzəmətli kəlamlarından biz bunu oxuyuruq ki, Həzrəti Əli əleyhissalatu vəssalam insan barəsində və insaniyyət barəsində və insan özünün vasitəsilə, özünü tanımaq vasitəsilə, öz nəfsini tanımaq vasitəsilə Allahı tanımağını biz belə oxuyuruq Həzrətin mübarək kəlamından ki, Həzrət belə qeyd edir, buyurur ki, mən ərəfə nəfsə və ərəfə Rabbəh. Hər kəs özünü tanısa, öz nəfsini tanısa, Allahı tanımış olur. Əzizlər, Həzrəti Əli əleyhissalatu vəssalamın bu mübarək və əziz olan hikmətli sözü açıqlamasını əgər istəsək biz qismən açıqlayaq və onun fəlsəfəsini istəyirək başa düşək, bunu deyirik ki, İnsan nə qədər egoist, xodpəsənd olsa, mənəm desə, o qədər özündən və öz nəfsindən, öz insaniyyətindən və insafından uzaq düşmüş olur. Özü ilə fitrətinin arasında fasilə buraxır. Özü də saya hesaba gəlməyəcək dərəcədə bir fasilə. Biz tarixə əgər nəzər salsaq, görərik ki, Həzrəti Əli əleyhissalatu vəssalamla üzbəüz durub, onunla döyüşməyə hazır olan şəxslər və ya şəxsiyyətlər olublar. Halbuki o şəxslər və şəxsiyyətlər Peyğəmbərimiz əleyhissalatu vəssalamın dövründə, Peyğəmbərimizin kənarında, Əli əleyhissalatu vəssalamın yanında müşriklərə qarşı döyüşüblər. Görürsünüz, insan nə qədər ki, öz mənliyindən, öz düzlüyündən, öz ruhundan və ruhaniyyətindən
və özünün o mənəviyyatından, fitrətindən uzaq düşsə, bu qədər də fasilə yaranacaq ki, özündən başqa Allahı da tanımaz. Yəni elə eləyəcək ki, Allahı da özü üçün tanınmaz halda görəcək, məchul görəcək. Əvvəla Həzrəti Əli əleyhissalatü vesselam barəsində biz danışanda gərək Peyğəmbərdən soruşaq Həzrəti Əlini. Amma Həzrətin bu mübarək kəlməsi bizə tanıtdırır ki, insan nəyə qadirdir? Eləyə bilər ki, özünü tanımaq vasitəsilə öz Rəbbinə, öz xaliqinə yol tapsın və ən əla və ali dərəcədə öz Rəbbini tapmış olsun və tanımış olsun, ona sidq ürəklə ibadət etmiş olsun. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuh.